Əllamə Təbətəbai ölüm barədə deyirdi ki, insanın həqiqi şəxsiyyətinin zahir olduğu andır. İnsan orada artıq özünü olduğu kimi görür. Quranda buyurulur, sən qəflətdə idin, biz səndən pərdəni qaldırdıq və bu gün baxışın itidir. Ayətullah Behçət ağa buyururdu ki, ölüm anında insanın qarşısına onun daxili aləminə uyğun varlıqlar çıxır. İnsan nəyi sevirsə, ölüm onu ondan ayırır. Əgər insan Allahı sevirsə, ölüm onu ona yaxınlaşdırır. Əgər insan dünyanı sevirsə, ölüm onu ondan ayırır və bu ayrılıq əzab verir. Quranda ölüm mələyindən danışılır. Əllamə Qazi deyirdi ki, ölüm zamanı gələn varlıqlar insanın daxili aləminin təcəllisidir. Yəni mələklər sadəcə xarici varlıq kimi yox, həm də insanın batini halının uyğun forması kimi təzahür edir. İnsan öldükdən sonra bərzəx aləminə daxil olur. Ayətullah Həsənzadə Amili deyirdi ki, insan öz dünyasını özü ilə aparır. Yəni insan bərzəxdə yeni bir mühitə düşmür, öz qurduğu mühitdə yaşayır. Şəhid Mürtəza Mütərri yazırdı ki, insanın əməlləri onun ruhunda iz buraxır və ölüm zamanı bu izlər real hala çevrilir. Yəni bu o deməkdir ki, yalan daxildə qaranlıq yaradır, zülm isə sıxıntıya çevrilir. İrfan alimləri deyir ki, Allah zülm etmir. İnsan özünə nə edirsə, onu görür. Əgər bir insan haqqı tanıyıbsa, amma səmimidirsə, onun hökmü fərqlidir. Əgər bir insan həqiqəti anlayıb, amma rədd edibsə, məsuliyyəti daha ağırdır. Quranda deyilir, Allah heç kəsə gücü çatmayan şeylə yükləməz. Çünki insanın qəlbi bilir ki, məsələ dinlərin sayında deyil. Məsələ həqiqətin qarşısında insanların halındadır. İnsanlar çox vaxt Allahın ədalətini bazar məntiqi ilə ölçür. Sanki bir tərəfdə milyardlarla insan dayanıb, digər tərəfdə isə az bir qrup və sonra hökm verilir. Amma orada hər bir insan tək bir aləmdir. Şəhid Mürtəza Mütərri deyirdi ki, insan bəzən kitabsız da haqqı hiss edir. İki insan düşünək. Biri həqiqəti görür, anlayır, amma üz çevirir. Digəri isə həqiqəti heç görmür, amma gördüyü qədərinə sadiq qalır. Əllamə Təbətəbai yazırdı ki, insanın məsuliyyəti onun idraki qədərdir. Bu o deməkdir ki, bəzən çox bilən insanın məsuliyyəti daha ağırdır. Bəzən isə az bilən insan daha yaxın ola bilər. Əllamə Təbətəbai mələklər haqqında qeyd edirdi ki, tam itaət və şuurdan ibarət bir varlıqdır. İnsan iki qütb arasında yaşayır. Aşağı çəkən nəfs və yuxarı çağıran ruh. Mələk isə bu ikiliyin içində deyil, çünki bölünməmiş bir varlıqdır. Adi halında insanın hissləri maddiyə bağlıdır. Ona görə də qeyri-adi varlıqları görə bilmir. Əllamə Qazi deyirdi ki, insan öz nəfsindən keçmədən başqa aləmləri görə bilməz. Ayətullah Behçət ağa haqqında nəql olunur ki, bəzən insanların görmədiyi halları hiss edirdi. Bəzən bir hadisəni olmamışdan əvvəl anlayırdı. Bu birbaşa mələk gördü demək deyil, amma onun idrakının maddidən kənara açıldığını göstərir. İnsanın mələklərlə danışması barədə Şəhid Mürtəza Mütərri izah edirdi ki, bu cür əlaqələr insanın daxili təmizliyi ilə bağlıdır. Yəni bu adi danışıq kimi deyil, daha çox idrakin açılması kimidir. İrfan deyir ki, bu dünya varlığın ən aşağı qatıdır. Bundan yuxarı isə misal aləmi, yəni bərzəx, ruhani aləm və daha yüksək şuur qatları var. Əllamə Qazi deyirdi ki, məqsəd görmək deyil, məqsəd dəyişməkdir. Çünki insan dəyişəndə aləm də dəyişir. Əllamə Təbətəbai deyirdi ki, maddə varlığın ən zəif təzahürüdür. Dəyişir, dağılır və zamanla məhv olur. İnsan elə bilir ki, maddi olan ən realdır. Amma İrfan deyir ki, ən çox dəyişən şey ən az sabit olandır. Əllamə Qazi deyirdi ki, insan nəfsini saflaşdırsa və qəlbini təmizləsə, bu aləmləri şəxsi idraçla görə bilər. Ayətullah Behçət ağa deyirdi ki, insan hazır olmadan bu aləmləri görsə, zərər görə bilər. Çünki insanın qəlbi zəifdirsə, gördüyünü daşıya bilməz. Quranda buyurulur, onu ruhul əmin sənin qəlbinə nazil etdi. Əllamə Təbətəbai deyirdi ki, vəhy qulağa yox, qəlbə nazil olur. Yəni vəhy söz kimi gəlmir, vəhy birbaşa idrak halıdır. Cəbrail əleyhissalam burada sadəcə mesaj gətirən varlıq deyil, ilahi həqiqətin peyğəmbərin qəlbinə çatma formasıdır. Bu səbəbdən peyğəmbər sallallahu vəhy alanda ağır hal keçirirdi. Çünki bu söz yox, varlığın yüklənməsidir. Ayətullah Həsənzadə Amili deyirdi ki, mələklərin enməsi fiziki hərəkət deyil, yuxarı həqiqətin aşağı səviyyədə təcəlli etməsidir. Yəni mələklər bir yerdən başqa yerə uçmur. Onlar ilahi əmrlərin müxtəlif qatlarda görünməsidir. Son olaraq Ayətullah Behçət ağa yazırdı ki, həqiqətən də insan öz qəlbini görmür, amma görünməyən varlıqları görmək istəyir. Sən Allahı tapmadan başqa şeyləri axtarsan, yolunu itirərsən.